Görüşürüz. Salam, əvlatınız xeyir olsun. İlkin videomu da izlədikdən sonra heyvanda bədən və boyun nahiyəsinin tərləməsi, gözlərdə hiperemiya və nəfəs darlığı kimi klinik əlamətlərlə özünü büruzə verirdi. Buradan da belə bir qənaətə gəldik ki, heyvanda hipokalsemik bir vəziyyət vardır. Müalicəyə başladıq. Müalicəyə başladıktan sonra heyvan yem və su qəbulunu rahatlıqla qəbul edə bildi, amma ayağa qalxa bilməmək kimi belə bir problem yaşadı. Üçüncü videoda isə biz heyvanı qaldırmağa çalışırıq. Halbuki heyvan hərəkət koordinasiyasını itirərək yenidən yerə yıxılır. Sonuncu videomuzda artıq heyvanımız ayaq üstədir. Çox sağ olun ki, izlədiniz və gözəl videolarımız inşallah ilərlərdə olacaq. Bəyəni, paylaşmağı unutmayın. Təşəkkürlər.